Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bu günləri dərsliyinizdən ikinci fəsil, o mənim bacımdır, mətnə baxacağıq. Deməli, burada bizdən soruşur bir sualımız var. Əvvəlcə video başlamamışdan öncə açıqlama hissəsində, videonun ilk hissəsində Instagram hesabımı sizinlə bölüşmüşəm. Instagramda məni izləməyi unutmayın və bundan başqa kanalıma abunə olub bölüşməyi isə unutmayın. Deməli, o mənim bacımdır. Mətnə baxaq. Mətndən əvvəl bizdən bir sual soruşur. Gəlin biz bu sual haqqında biraz daha düşünək. Deyir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qızıl Aypara Cəmiyyəti haqqında bildiklərinizi xatırlayın. Sizcə, bu təşkilatda işləyən insanlar hansı keyfiyyətlərə malik olmalıdırlar? Baxın, ümumiyyətcə, bu təşkilatlar haqqında yaxşı olar ki, geniş məlumatınız olsun və ötən dərslərdə də bunlar haqqında biraz eşitmisiniz. Ümumiyyətcə, bu təşkilatlarda olmaq üçün insan dözümlü olmalıdır, tolerant olmalıdır, dil bilməlidir, savadlı olmalıdır, cəsarətli olmalıdır ki, siz bu təşkilatlarda rahat şəkildə üzv ola biləsiniz, iştirak edə biləsiniz. İndi keçirəm tapşırığımıza. Burada bizdən bir dəqiqə səbirli olaq. Bizdən burada soruşur ki, lüğət vasitəsilə pasiyent sözünün mənasını və etimologiyasını araşdırın. Pasiyent sözü ilə xəstə sözü arasındakı fərqi müəyyənləşdirin. Sizcə, xəstə söz olduğu halda pasiyent sözünə ehtiyac varmı? Ümumiyyətcə, pasiyent latınca patiens, yəni səbirli, istirab çəkən sözündən gəlib və müasir dövrdə də mənası tibbi yardım alan insan, həkim yanına müalicəyə gedən şəxs deməkdir. Fikir verirsiniz, həkimlər deyir ki, pasiyentlərimiz, yəni müalicə üçün gedən adamlar. Deməli, biz ümumiyyətcə həkim yanına gələn bir insanın yanına deyə bilərik ki, pasiyentdir. Məsəl üçün də tutalım, adlı bir şəxs var, həkim yanına gedir, amma prosta check-up olunmaq istəyir, yoxlamaq istəyir və onun heç nəyi yoxdur, sadəcə istəyir ki, hər 6 aydan bir yoxlansın. Və o xəstə deyil, yəni biz ona xəstə deyə bilmərik. Amma xəstəyə pasiyent də deyə bilərik. Yəni, hər həkimə gedən adam xəstə deyil, yəni onu demək istəyirəm. Deməli, keçirik növbəti tapşırığımıza. Set çalışmasında bizdən soruşur ki, mətnin sonunda Max Well'in işlətdiyi altruizm sözünün mənasını izah edin. Mətndə hansı obrazı altruist adlandırmaq olar? Mətni uşaqlar hər dəfə olduğu kimi deyirəm, oxumuram. Çünki artıq o mətn orada sizdə var, kitabınızdan oxuya bilərsiniz. Video başlamamışdan öncə oxuyun. Orada kömək edən həkimdən danışır. Çox maraqlı bir mətndir. İndi, deməli, altruizm öz maraqlarını nəzərə almadan başqalarının xeyrinə, başqaları üçün, yəni başqalarının yaxşılığı üçün fəaliyyət göstərmək və ya daim bu fəaliyyətlərə hazır olan insanlardır. Hazır olmaqdır daha doğrusu. Bir növ egoizm sözünün tam əksidir. Və altruist isə öz mənafeyinə ziddi olsa belə başqalarına yardım edən şəxsdir. Deməli, prosesin özü, ümumiyyətcə bu anlayış, yəni özünü düşünmədən başqalarına kömək eləmək, bu altruizm adlanır. Altruist isə bunu edən şəxsdir. Yəni, öz mənafeyinə ziddi olsa belə özünü düşünmədən başqalarına düşünə bilən şəxsə deyilir. Burada bizdən soruşur ki, sizcə hansı obrazı biz altruist adlandıra bilərik? Mətndə Nərminənin davranışından biz onu altruist adlandıra bilərik. Çünki öz bacısını xilas eləmək üçün özünün ölümünü belə gözə almışdı. Yəni, burada biz Nərminəni götürə bilərik. Yazaq bura Nərminə. Lüğətdən istifadə etməklə bu sözlərin mənalarını izah edin və bu iki söz arasında fərqi izah edin, bu iki şəkilçi arasında. Ümumiyyətcə, izm şəkilçisi ilə düzələn sözlər əsasən ideologiyaları, cərəyanları, müəyyən bir ideya, nəzəriyyələri, inancıları xarakterizə eləyir. İsti isə müəyyən bir peşə olur, daha çox peşə, fəaliyyət olur. Məsələn, tutalım ki, optimizm götürək. Optimizm gələcəyə inam, həyatsevərlik, nikbinlik bu deməkdir. Optimist isə o cürə baxan insan,
insana deyirik. Pessimizm bədbin adamın əhval-ruhiyyəsi, ümidsizlik, gələcəyə inamsızlıq, düşkün əhval-ruhiyyə. Pessimist isə bədbin, hər şeyi pis görən, hər şeyə ümidsiz baxan, gələcəyə inanmayan şəxs deyirik. Pasifizm müharibələrə qarşı çıxmaqdır. Pasifist isə müharibələrə qarşı çıxan insandır. Yəni bu şəkildə digər iki sözü də artıq sözləri də müəyyən edə bilərsiniz. Keçirik növbəti tapşırığımıza. Ümumiyyətcə eşitmisiniz uşaqlar heç səyyar asan xidmət, səyyar filan şey. Eləcə də necə ki asan xidmət məsələn də öz obyektləri var, öz məkanları var. Amma bir də görürsüz ki, məkan olmayan yerə və ya da uzaq olan yerlərə səyyar şəkildə səyahət gəzirlər, orada xidmət göstərirlər. Öz adamları bir neçə adam gəlir və eləcə xidmət göstərirlər. Bu adlanır artıq səyyar xidmət. Səyyar da xidmət də o deməkdir ki, yəni müəyyən bir ərazidə olmayıb gəzirlər. Bugün məsələn bu bölgəni, o gün o bölgəni və eləcə də belə tibb məntəqələri də var. Yəni səyyar tibb məntəqələrində maşınlara məsələn də müəyyən bir tibbi avadanlıqları qoyurlar və müəyyən yerdə gəzirlər və bu daha çox da tibb məntəqələri daha çox döyüş bölgələrində ola bilər. Çünki döyüş bölgələrində olan yaralıları, xəstələri müəyyən bir xəstəxanaya aparmaq, tibb məntəqəsinə aparmaq vaxt itkisi ola bilər və yaxud da ümumiyyətcə həmin ərazidə xəstəxana olmaya bilər, yararsız ola bilər və s. Bu halda təbii ki, səyyar xidmət insanların çox işinə gəlir. Daha sonra mətndəki hansı məlumatlar təhkiyəçinin hansılar obrazın dilindən verilir? Kəndin bombardman edilməsi. Bu heç bir obrazın dilindən deyildi. Bu təhkiyəçinin dilindən idi. Bacısını xilas edən qızın adı. Bunu biz Nərminənin dilindən eşidirik. Nərminə. İnsanlarımızın fədakar olması. Bunu Allen obrazından görürük. Nərminənin ayağının burxulması, bu heç kəs bunu danışmır. Biz bunu təhkiyəçinin nəqlindən eşidirik, yazdığından bilirik. Qızların bacı olması isə bunu isə Nərminənin birbaşa nitqindən bilirik. Keçirik digər sualımıza. Fədakarlıq bir insanın başqasına nələr verdiyi deyil, başqasına görə özünün nələrdən imtina etməyidir. Deyimli mətnlə əlaqələndirin. Biz mətndə elə bunu demək olar ki, çox böyük bir nümunəsini müşahidə elədik. Mətndə gördük ki, Nərminənin yaşı azdır, amma o öz bacısını o qədər sevir, öz bacısını o qədər düşünür ki, öz yaşının azlığına baxmayaraq, öz canına görə, öz canından keçib, bacısının canı üçün mübarizə aparmaq istəyir, ona qan verir və bacısının həyatını xilas edir. Və əlbəttə ki, biz bunu böyük bir fədakarlıq nümunəsi saya bilərik. Çünki fədakarlıq yalnız bəzən fiziki olaraq nəyisə vermək deyil də, mənəvi olaraq da bir şey etməkdir. Mənəvi olaraq sən özün üçün nədənsə keçirsən, başqası üçün onu eləyirsən. Bax, biz bunu artıq fədakarlıq saya bilərik və təbii ki də bunu mətndə Nərminə obrazında çox aydın şəkildə müşahidə etdik. Daha sonra gəlirik dinləmə mətninə. Yurtda sülh, cahanda sülh mətni dinləyirik. Artıq bu mətndən siz dinləyin. Dinləyəndən sonra video davam edin. Yəni videonu saxlayın, daha sonra davam edək. Çünki istəmirəm ki, burada mən mətnlə səsləndirim, uzun bir vaxt keçsin. İndi gəlin keçək növbə suallarımıza. Bizdən cavablandırmamızı istəyir. 3 dənə sual var. Mustafa Kemal Atatürk Türkiyə dövlətinə hansı xidmətləri göstərmişdi? Mən hər zaman sizə bildirirəm uşaqlar, mütləq qeydlər aparın. Çünki siz əgər qeyd aparmasa, yaxşı da onda nəticəniz olmayacaq. Ona görə mütləq qeyd aparmaq vacibdir. Dinlədiyimiz mətndən də bizə aydın olur ki, Mustafa Kemal Atatürk Türkiyə Respublikasının qurulmasına xidmət edib, rəhbərlik edib, ölkədə vacib islahatlar həyata keçirdib, təhsil və hüquq sahəsini müasirləşdirib, qadınlara seçki hüququ verib və latın əlifbasını keçidi təmin etmişdir. Eləcə də müasir Türkiyə dövlətinin əsasını qoymuşdur. İkinci sualımıza keçirik. Yurtda sülh, cahanda sülh şüarı necə yarandı? Bu şüar Atatürkün Türkiyənin həm daxilində, həm də digər dövlətlərlə münasibətlərində sülh və sabitliyə üstünlük verməsi nəticəsində yaranıb. Atatürk müharibələrdən yorulmuş xalqa sülh gətirməyə və ölkənin inkişafını təmin etməyə çalışırdı. Növbəti suala keçirik. Bu şüar
Türkiyənin dövlətçilik prinsipinə çevrilməsi hansı faktlarla təsdiq olunur? Şüarın dövlətçilik prinsiplərinə çevrilməsi Atatürkün qonşu dövlətlərlə sülh müqaviləsi bağlaması, xarici siyasətdə sülhə üstünlük verməsi və eləcə də Türkiyənin bu gün də münaqişə yaşayan xalqlara kömək göstərərək sülhün bərqərar olması üçün addımlar atması ilə təsdiq olunur. Keçirik növbəti sualımıza. Bizdən soruşur ki, Atatürkün ən böyük zəfər silahsız qazanılandır deyimini izah edin və mətnlə əlaqələndirin, dinlədiyimiz mətnlə. Deməli, ümumiyyətcə Atatürkün ən böyük zəfər silahsız qazanılan zəfərdir deyimi. Onun sülh, diplomatiya, insan hüquqları, haqlarına verdiyi əhəmiyyətin ifadəsidir. Və bu ifadə ilə əslində o bir daha vurğulayır ki, əsl zəfər yalnız güclə, müharibə ilə, döyüşlə olmur. Eləcə də, daha doğrusu əksinə, əsl zəfər sülhlə, qarşılıqlı razılaşma ilə qazanıla bilər. Silahın gücü ilə əldə edilən qələbələr keçici və zərərli ola bilər, amma sülhlə olan müqavilələr isə daima davam edə bilər. Daha sonra isə uşaqlar bizdə artıq 3A tapşırığına keçirik. 3A tapşırığında bizdən esse yazmağı soruşur təbii ki. Burada siz bilirsiniz ki, mütləq giriş, əsas və nəticə hissələrə fikir verməlisiniz. Plan tərtib etməlisiniz, tarixi faktlardan istifadə etməlisiniz. Ümumiyyətcə, mən bunu çox geniş danışmaq istəmirəm. Yəni, bu artıq sizin yazmalı olduğunuz bir şeydir. Qısa olaraq belə qeyd edə bilərsiniz ki, hər bir insan istəyir ki, rahat yaşasın, hər yerdə sülh olsun, sülh ümumiyyətcə bəşəriyyətin təməlidir və s. Daha sonra ikinci hissədə müharibənin fəsadlarından danışa bilərsiniz ki, müharibə hansı fəsadları verir, insanlar zərər çəkir və s. Sülhün dəyərindən danışa bilərsiniz ki, sülh nə qazandırır, sülhə necə nail ola bilərik və s. Ümumiyyətcə bir də qlobal sülhlərdən və nəticə hissəsində əlavə edin. Nəticə hissəsində artıq ümumiləşdirin ki, sülhdən faydaları və s. haqqında danışdınız. İndi bildirin ki, nəticə olaraq sülh həm bizə, həm də gələcək nəsillərimizə lazımdır və ona görə də çalışmalıyıq ki, hər yerdə dünyada sülh olsun. Belə, bu şəkildə yaza bilərsiniz. Və istəsəniz, təbii ki, burada Qarabağ qazilərindən, şəhidlərdən birinin həyatını götürüb burada nümunələr göstərə bilərsiniz. Bu izahımız bu qədər. Ümid edirəm ki, bəyəndiniz. Kanalıma abunə olmağı, rəy yazmağı, videolarımı bəyənməyi unutmayın. Növbəti videolarda görüşmək ümidi ilə hələlik.